məlumat verdiyimiz kimi dünən gecə Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının ərazisində yanğın baş verib. Sözügedən hadisənin təfərrüatları və ilkin səbəbi məlum olmasa da, sakinlər arasında narahatlıq doğurub. Başqa tərəfdən, sosial şəbəkələrdə kinostudiyada yaşanan olay film sənayesi ilə müqayisə olunur. Kinomuz partladı kimi ironik fikirlər səsləndirilir. Baş verən hadisəyə film sənayesinin məşhur simaları nə deyir? Onların bu fikirlərə münasibətləri necədir? Globalifo, Azad danışan kinorejissor Ayaz Salayev belə bir müqayisəni yersiz adlandırıb. Yanğının konkret harada baş verdiyindən məlumatsızam, ancaq filmlərimiz Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Oranın direktoru Cəmil Quliyevdir, mən isə müavin vəzifəsini icra edirəm. Ancaq dünənki yanğın hadisəsini film sənayesi ilə müqayisə edənlər məsələyə savadsız yanaşırlar. O adamlar sadəcə şərh yazmağı bilirlər. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının keçmiş rəhbəri Müşfiq Hətamov kinostudiyanın yanmadığını qeyd edib. Yanğın kinostudiyanın binasında baş verməyib. Hadisə pirotexniki vasitələrin saxlanıldığı xüsusi ambarda olub. Həmin vasitələr çəkiliş zamanı istifadə edilirdi. Ora hər zaman nəzarətdə olurdu. Yəqin ki, Fövqəladə Hallar Nazirliyi konkret nəticə haqda məlumat verəcək. Ancaq deyə bilərəm ki, ambarın binaya aidiyyəti yoxdur. O, kinostudiyanın həyətinin bir küncündə yerləşirdi. Kino lentləri isə Dövlət Film Fondunda saxlanılır.